Hər vaxtınız xeyir, dəyərli həmkarlar. Atəşkəs sığortanın bu təliminə xoş gəlmisiniz. Bugün biz şirkətimizin ən strateji və vacib məhsullarından birini, yəni D&O-nu, başqa sözlə, direktorların və rəhbər şəxslərin məsuliyyət sığortasını dərindən analiz edəcəyik. Gəlin birlikdə baxaq, görək niyə bu məhsul müasir rəhbərlər üçün həyati əhəmiyyət daşıyır və biz onu müştərilərə necə ən effektiv şəkildə təqdim etməliyik. Gəlin təlimimizə çox sadə, amma bir o qədər də düşündürücü bir sualla başlayaq. Hər bir biznes liderinin özünə verməli olduğu sual, mənim verdiyim bir iş qərarı mənim şəxsi evimə, avtomobilimə, bankdakı puluma necə təsir edə bilər? Bax, D&O sığortasının bütün mahiyyəti məhz bu sualın cavabında gizlənir. Baxın, burada çox önəmli bir fərqi anlamaq lazımdır. Var şirkətin ümumi məsuliyyəti. Məsələn, istehsalatda bir qəza baş verir, kiməsə fiziki zərər dəyir. Bu, şirkətin məsuliyyətidir. Amma bir də var şəxsi məsuliyyət. Yəni, idarə heyətinin iclasında verilən səhv bir strateji qərar nəticəsində şirkət ziyana düşürsə, iddia artıq şirkətə yox, birbaşa o qərarı verən şəxslərə yönəlir. Bu, tamamilə başqa bir risk qatıdır. Bugünkü təlimimizin yol xəritəsi isə belədir. Bu 6 addımda biz D&O sığortasını bütün detalları ilə öyrənəcək və sonda hər birinizin bu mövzuda mütəxəssis olacağına əminəm. Elə isə, gəlin ilk addımla başlayaq. Yaxşı, gəlin birbaşa məsələnin kökünə inək. Rəhbərin gizli riski. Bəs nədir bu gizli risk? Bu, bir çox rəhbərin gündəlik iş təzyiqi altında unutduğu, amma onların şəxsi maliyyə gələcəyini kökündən sarsıda biləcək bir təhlükədir. D&O sığortası, sadə dildə desək, qərar verən insanlar üçün şəxsi bir müdafiə qalxanıdır. Təsəvvür edin, bu sığorta şirkətin binalarını, avadanlıqlarını yox, birbaşa direktorun, menecerin evini, maşınını, bank hesabını qoruyur. Nədən qoruyur? Məhz onların idarə etmə fəaliyyəti nəticəsində ortaya çıxan iddialardan. Bəs bu şəxsi qalxan kimlər üçündür? Atəşkəs sığortanın qaydalarına əsasən, bu təminat çox geniş bir çevrəni əhatə edir. Yəni, söhbət təkcə baş direktordan getmir. Bura idarə heyətinin bütün üzvləri, baş menecerlər, maliyyə və ya risk menecerləri, hətta daxili audit komitəsinin üzvləri də daxildir. Bir sözlə, şirkətin taleyinə təsir edən qərar qəbul edən hər bir şəxs. Yaxşı, gəlin indi görək, bu şəxsi müdafiə qalxanı praktikada necə işləyir, onun əsas prinsipləri nələrdir və hansı hallarda aktivləşir? Müştərilərin ən çox çaşdığı məqam məhz budur. Gəlin bunu çox sadə bir qayda ilə yadda saxlayaq. Əgər fabrikdə bir partlayış olursa, bu fiziki zərərdir və ümumi məsuliyyət sığortasının işidir. Amma əgər iclas otağında verilən bir səhv qərar şirkətin səhmlərinin dəyərini aşağı salırsa, bu idarə etmə səhvidir, yəni D&O sığortasının mövzusudur. Biri fiziki riskdir, digəri isə maliyyə və reputasiya riski. Heç bir iddia boş yerdən yaranmır. Hər şeyin bir səbəb-nəticə zənciri var. Adətən, hər şey masanın arxasında verilən səhv bir qərarla başlayır. Bu qərar maliyyə zərərinə yol açır. Sonra zərər çəkən tərəf, istər səhmdar olsun, istər işçi, birbaşa qərarı verən rəhbərə qarşı iddia qaldırır. Və budur 4-cü addım. Rəhbər şəxsən cavabdeh olur. Məhz bu anda D&O sığortası dövriyyəyə girir. İndi isə gələk ən vacib məqamlardan birinə, bizim, yəni atəşkəs sığortanın D&O polisi konkret olaraq nələri əhatə edir və eyni dərəcədə önəmli olan nələri əhatə etmir. Gəlin bu məsələyə tam aydınlıq gətirək. Siyasətimiz həqiqətən də geniş bir müdafiə təmin edir. Bura təkcə məhkəmənin təyin etdiyi təzminat deyil, həm də çox vaxt onunla da baha başa gələn hüquqi müdafiə xərcləri, yəni vəkil pulları daxildir. İstər səhmdarlardan, istər işçilərdən, istərsə də dövlət orqanlarından gələn iddialar bizim təminatımız altındadır. Ancaq gəlin tam səmimi olaq. Bu sığorta bir qalxandır, amma hər şeydən qorumur. Əgər bir rəhbər qəsdən saxtakarlıq edirsə, qanunsuz yolla şəxsi mənfiyyət güdürsə və ya cinayət törədirsə, sığorta təbii ki işləməyəcək. Bu sığorta bədniyyət üçün deyil, idarə etmə zamanı yol verilən səhvlər və ehtiyatsızlıq üçündür. Bu fərqi müştəriyə izah etmək şərtdir. Nəzəriyyə əladır, amma heç nə bu sığortanın dəyərini real bir case qədər yaxşı göstərə bilməz. Gəlin indi real həyatdan götürülmüş bir ssenarini addım-addım analiz edək və görək D&O praktikada necə işləyir. Gəlin belə bir vəziyyəti təsəvvür edək. Bir texnologiya şirkətinin idarə heyəti rəqabətdə geri qalmamaq üçün çox tələsik bir qərar verir. Yetərli araşdırma aparmadan, riskləri tam ölçüb biçmədən yeni bir xarici bazara daxil olmaq qərarı. İlk baxışdan bu çox cəsarətli bir addım kimi görünə bilər. Və budur domino effekti başlayır. Birinci rübdə verilən o tələsik qərar cəmi bir neçə aydan sonra böyük bir fəlakətə çevrilir, şirkət milyonlarla manat itirir, amma ən kritik məqam indi gəlir. Səhmdarlar zərəri şirkətdən yox, birbaşa o qərarı verən idarə heyəti üzvlərindən tələb edirlər. Diqqət edin,
İddia artıq şirkətə yox, şəxsən o insanlara qarşıdır. Və nəticə 450 min manat. Bu, sadəcə bir rəqəm deyil. Bu, iddia üzrə tələb olunan zərər və üstəgəl uzun məhkəmə prosesinin hüquqi müdafiə xərcləridir. Təsəvvür edin, bu məbləğ bir insanın illərlə qurduğu hər şeyi bir anda əlindən ala bilər. Bu, real bir şəxsi maliyyə fəlakətidir. Və bu keysin ən aydın göstərdiyi şey budur ki, əgər DNO sığortası olmasaydı, o idarə heyətinin üzvləri bu 450 min manatı öz şəxsi əmlakları, evləri, avtomobilləri, əmanətləri hesabına ödəməli olacaqlardı. Sığorta isə məhz bu anda dövriyyəyə girərək onların şəxsi gələcəyini qoruyur. İndi isə gəlin sizin işinizi biraz da asanlaşdıraq. Müştərilərlə danışanda ən çox hansı yanlış fikirlərlə, hansı argumentlərlə qarşılaşırıq və biz onlara necə peşəkar cavab verməliyik? Bu bölümə sizin satış prosesində ən güclü alətiniz olacaq. Bu cədvəl sizin əlinizdəki hazır cavablar toplusudur. Müştəri deyir ki, məni onsuz da şirkət qoruyacaq. Sizin cavabınız: qanunvericiliyə görə, səhv idarəetmə qərarına görə birbaşa direktor şəxsən məsuliyyət daşıyır. Ya da deyir ki, bu ancaq böyük şirkətlər üçündür. Fakt isə budur ki, risk şirkətin ölçüsündən yox, verilən qərarların keyfiyyətindən asılıdır. Hər bir mifə qarşı güclü bir faktımız var. Müştəriyə bu sığortanı izah edərkən bunun sadəcə bir xərc olmadığını vurğulayın. Bu bir investisiyadır. Nəyə investisiya? Birincisi, şəxsi əmlakın qorunmasına. İkincisi, illərlə qurulan reputasiyanın müdafiəsinə. Hətta bu, şirkətə güclü kadrları cəlb etmək üçün bir alətdir. Çünki heç bir peşəkar menecer şəxsi gələcəyini riskə atmaq istəməz. Artıq təlimimizin sonuna yaxınlaşırıq. Gəlin öyrəndiklərimizi bir daha ümumiləşdirək və atəşkəs sığorta olaraq bizim bu məsələyə yanaşmamızı bir daha vurğulayaq. Yadda saxlayaq, deyəndə artıq hansısa bir əlavə xidmət bir lüks deyil. Bu, müasir biznesin sağlam korporativ idarə etmənin ayrılmaz bir parçasıdır. Bu, rəhbərlərə cəsarətli, innovativ qərarlar vermək üçün arxayınlıq verən bir alətdir. Bizim atəşgah sığortada işimiz məhz budur. Biz rəhbərlərin çiyinlərində olan bu ağır yükü, bu kompleks riskləri anlayırıq və onlara bu yolda etibarlı bir tərəfdaş olmağı hədəfləyirik. Biz sadəcə sığorta siyasəti satmırıq, biz rəhbərlərə rahatlıq və güvən təmin edirik. Və sonda, hər bir rəhbərin özünə verməli olduğu o son sual. Bir rəhbər olaraq mən öz şəxsi gələcəyimi hansı təminatla qoruyuram? Unutmayın, DNO onların ən qiymətli kapitalını, qərar vermə bacarığını sığortalayır. Diqqətiniz üçün hər birinizə təşəkkür edirəm.